İşğaldan azad olan ərazilərimizə böyük qayıdış davam edir. Xocavənd rayonunun Xanoba kəndi ilk sakinlərinə qucaq açıb. Bugün ümumilikdə 114 nəfər olmaqla 25 ailə doğma ata-baba yurduna qayıdıb. Qayıdan ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdir. Kəndə çatan 25 ailəyə mənzillərinin açarları təqdim edilib, bildirilib ki, ailələrə dövlət dəstəyi göstərilir və onların normal yaşayışı üçün hər cür şərait yaradılıb. Şükür ki, bugünkü günə gəldik, 30 ildən sonra yerimizə, yurdumuza. Mən 8 yaşında çıxmışam kəndimizdən. Bugünkü gündə 41 yaşımda qayıtmışam. 4 otaqlı ev düşüb. Allah bir daha prezidentimizin canı sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam can versin.